Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə soyuq qış günlərində içinizi isidəcək, çox-çox dadlı, sadəcə 200 qram ətlə hazırlaya biləcəyiniz şorba resepti paylaşacağım. Orta boy qazana 1 yemək qaşığı, yəni təxminən 30 qram kərə yağı əlavə edirəm. Üzərinə 2 yemək qaşığı duru yağ əlavə edib ocağa yerləşdirdim. Kərə yağı əriyəndən sonra üzərinə 200-250 qram qıyma əlavə etdim. Mənim qıymam 250 qramdır, amma siz daha az da edə bilərsiniz. Çəkilmiş malatini arabir qarışdırıram ki, rəngi dəyişsin və suyunu buraxsın. Belə bir forma əldə etdikdən sonra üzərinə 1 yemək qaşığı tomat pastası əlavə etdim və təkrardan qarışdırdım. Tomat pastasının ilkin qoxusu çıxmalıdır. Daha sonra üzərinə yarım stəkan şəhriyə əlavə edirəm. İstifadə etdiyim stəkan ölçüsü də 200 mq-dır. Və təkrardan qarışdırıb üzərinə 1 litr su əlavə etdim. Qapağını bağlayıb orta odda qaynaması üçün kənara qoydum. Qaynayandan sonra üzərinə 1 çay qaşığı duz, yarım çay qaşığı pul biber və qaşığın ucunda qara istiot əlavə etdim. Siz ədviyyatların miqdarını artırıb azalda bilərsiniz. Damaq dadınıza görə bu dəyişə bilər. Şorbaya tökəcəyim əlavəsi üçün qarışdırma qabına 1 yumurta, 1 stəkan qatıq və 1 dolu yemək qaşığı un əlavə etdim. Çırpıcı ilə yaxşıca qarışdırdım. Un tamamilə həll olub tam bir kütlə alandan sonra üzərinə 2 çömçə qədər şorbanın suyundan əlavə edirəm. Yavaş-yavaş əlavə etmək lazımdır ki, qatıq kütlədə topalanmasın. Tamamilə duru, axıntılı forma əldə olunmalıdır. Təkrardan şorbanın suyundan əlavə etdim və gördüyünüz kimi belə bir forma əldə etdim. Hələlik qarışığı kənara qoydum. Başqa bir kiçik tavada çox az 1 çay qaşığı qədər kərə yağına 1 çay qaşığı nanə əlavə edib yaxşı qarışdırdım. Nanənin ilkin qoxusu çıxandan sonra şorbaya əlavə etdim. Şorbanı qarışdırdım. Daha sonra ocağın istiliyini azaldıb, vam odda qoyub, şorbanı qarışdıra-qarışdıra əvvəlcədən hazırladığım kütləni də üzərinə əlavə edirəm. Mütləq tez-tez qarışdırılmalı və kütlə az-az əlavə olunmalıdır ki, içində kəsilməsin. Budur, artıq hazırdır. Çox gözəl şəkildə də alındı. Qapağını çox az bu şəkildə açıq olmaqla bağladım və artıq kənar hissələrində belə bir formada ağımtıl maye yığışdıqda demək olar ki, şorbamız hazırdır. 5 dəqiqədə dincəldəndən sonra servis etmək olar. Çox dadlı alınır, yoxlanmağa dəyər. Gördüyünüz kimi şarik etmədən sadəcə qıyma ilə hazırlaya biləcəyiniz ləzzətli şorbadır. Əziyyəti yox, sadəcə əlavə et, qarışdır, bişir. Mütləq hazırlamağa dəyər. Bu qədər dəyərli izləyicilər, videonu bəyənməyi, rəy yazmağı və kanalımı paylaşaraq dostlarınıza da məsləhət etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Allah'a əmanət olun.